Salam uşaqlar, hər vaxtınız xeyir. Mən EMOŞM Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Yaqut Səfxanova. Biz bu gün sizlərlə həmcins üzvlər haqqında danışırıq. Nədir həmcins üzvlər? Cümlədə həmcins üzvlər nəyə deyilir? Belə deyək, bununla başlayaq fikrimizi. Demək, cümlədə eyni bir üzvlə əlaqələnən, eyni cümlə üzvü olan, eyni suala cavab verən bərabər hüquqlu üzvlərə deyilir. Burada bizim əsas diqqətimizi cəlb edən nədir? Eyni sözü. Demək, həmcins üzvlərimiz necə olacaq? Həmcins üzvlərimiz eyni cümlə üzvü ilə əlaqələnir. Cümlə üzvü ilə əlaqəli olur. Daha sonra eyni suala cavab verir. Daha sonra eyni cümlə üzvüdür. Yəni mübtədadırsa mübtəda, xəbərdirsə xəbər və s. Yəni bu şəkildə düşünürsüz. Deməli, cümlədə eyni cümlə üzvü olan, eyni suala cavab verən, eyni cümlə üzvü ilə əlaqələnən bərabər hüquqlu üzvlərə biz nə deyirik? Biz həmcins üzvlər deyirik. Deməli, burada anlayışımız nədir? Bərabər hüquqlu olması. Hüquqlu. Yəni, bərabər hüquqlu olmalıdırlar bunlar. Bir-birinə nisbətdə onlar hər biri tabesizlik əlaqəsindən bağlanmalıdır. Məsələn, sizə nümunə deyirəm ki, qoca hər gün dağlara gedir, çiçək toplayır, gətirib evdə onları qaynadır, dərman hazırlayırdı. Deməli, dağa gedəndə, çiçəyi toplayanda, gətirib evdə onu qaynadanda, suyundan dərman hazırlayanda hamısı kimdir? Qocadır. Demək, biz burada deyəcəyik ki, həmcins xəbərlərimiz işlənib. Və yaxud da adi bir nümunə deyim sizə. Müəllim içəri girdi və uşaqları salamladı. Nə gördünüz uşaqlar burada? Bax, içəriyə girəndə, uşaqlarla salamlaşanda bunların hamısını eləyən kimdir? Müəllimdir. Deməli, bunların hər ikisi müəllim mübtədasından əlaqələnib. Hər ikisi eyni suala cavab verir. Hər ikisi xəbərdir. Yəni, eyni cümlə üzvü vəzifəsində çıxış edir. Biz burada nə deyirik? Deyirik ki, artıq biz burada həmcins üzvdən istifadə eləmişik. Həmcins üzvlər bütün cümlə üzvlərinə aid ola bilər. Yəni, mübtədaya nümunə göstərək, məsələn, deyirəm ki, meşələr, dağlar, düzənlər ağ örpəyə bürünmüşdü. Hara meşə, hara dağ, hara düzən. Demək, burada nə gördük? Həmcins mübtəda gördük. Və yaxud da deyirəm ki, Sevil ağıllı, bacarıqlı, qeyri-adi. Qeyri-adi. Deyək ki, ağıllı, bacarıqlı, qeyri-adi. Bu da qeyri-adi uyğun gəlməyəcək. Onu aradan çıxardım. Ağıllı, bacarıqlı. Ağıllı, bacarıqlı hərəkətləri ilə. Sadəcə qeyri-adi cümlənin uyğunluğunu pozurdu, ona görə çıxartdım onu. Ağıllı, bacarıqlı hərəkətləri ilə diqqəti çəkdi. Demək, diqqəti çəkən kim oldu? Sevil oldu. Nə ilə diqqəti cəlb edib? Nə ilə diqqəti çəkib? Hərəkətlərinlə. Necə hərəkətlər? Ağıllı, necə? Bacarıqlı. Demək, biz burada həmcins təyinlərdən istifadə elədik. Və yaxud da tamamlığa deyirəm, başqa bir nümunə deyirəm. Deyir ki, çox da inanmayın bu dünyanın vəfasına, sarayların səfasına. İnanmayaq. Nəyə inanmayaq? Dünyanın vəfasına, sarayların səfasına. Və yaxud da başqa bir nümunə deyək tamamlığa aid. Deyir ki, məsələn, kitabını, dəftərini, çantasını
Yığışdırdı. Yığışdırdı nəyi? Kitabını, dəftərini, çantasını. Gördünüz, eyni suala cavab verən üzvlərin təkrarlandığını gördük. Biz buna nə deyəcəyik? Biz buna həmcinslik deyirik. Cümlə üzvünün həmcinsliyi. Uşaqlar, gördük ki, bütün cümlə üzvlərində həmcinslikdən danışa bildik. Eyni zamanda mən sizə bir şey deyim. Sözlərə aid olduğu kimi, cümlə üzvlərinə aid olduğu kimi, söz birləşmələrinin də aslı tərəfinin həmcinsliyi var. Məsələn deyirəm, Anarın və Azərin kitabı. Siz burada yəli halı gördünüz, mənsubiyyəti gördünüz. Deməli, nə olacaq? Söz birləşməsinin həmcinsliyi, söz birləşməsinin hansı tərəfinin? Aslı tərəfinin. Bax, uşaqlar, söz birləşməsində aslı tərəfdə olacaq həmcinslik. Aslı tərəfdə həmcinslik olanda biz onu həmcins cümlə üzvü kimi götürmürük. Aslı tərəfdə, bax bunu qeyd edin, həmcinslik olduqda bu cümlə üzvünün həmcinsliyi hesab edilmir. Hesab edilmir. Məsələn, sizə belə bir nümunə yazsaq. Azərin və Anarın kitabı stolun üstündə idi. Sizə desək ki, burada həmcins cümlə üzvü işlənibmi? Deyirsiniz, xeyr. Bu artıq bizim söz birləşməmizin aslı tərəfində olan həmcinslikdir. Yəni, siz bu məqamlarda diqqətli olursunuz. Eyni zamanda fe'li birləşmədə də ola bilər. Məsələn, belə bir nümunə yazıram. Bax, yəni bu aslı tərəf olan ifadələrdən ehtiyatlı olun uşaqlar. Bizə çox vaxt qarışdırmaq üçün o nümunələri verirlər testlərin içərisində. Amma əgər aslı tərəfdə həmcinslik varsa, biz artıq ona müstəqil cümlə üzvü kimi, müstəqil cümlə üzvünün həmcinsliyi kimi yanaşa bilmərik. Deyəcək ki, söz birləşməsinin aslı tərəfinə aid olan həmcinslər işlənir. Məsələn, bir dənə də fe'li birləşməyə deyirəm. Ana və atalarını gözləyən körpələr artıq yorulmuşdu. Yorulmuşdu yox, yorulmuşdular. Uzlaşmamızı gözləməliyik. Yorulmuşdu. Kim? Körpələr. Hansı körpələr? Ana və atalarını gözləyən. Fe'li sifət tərkibidir. Fe'li sifət tərkibinin aslı tərəfində həmcinsliyi gördük. Deməli, biz müstəqil həmcinslikdən danışa bilməliyik. Deyəcək ki, fe'li birləşmənin aslı tərəfində həmcins sözlər işlənib. Amma həmcins cümlə üzvümüz var. Xeyr, həmcins cümlə üzvümüz yoxdur burada. Bu məqamı yadımızda saxlayırıq. Həmcins cümlə üzvü olmaq üçün uşaqlar onların sərbəst şəkildə təkrarlanmaqları lazımdır. Yəni, söz birləşməsinin aslı tərəfinə aid olmaqları deyil. Bəs yaxşı, müəllim, söz birləşməsinin hansı tərəfində aid olsa biz onu müstəqil götürə bilərik? Buna da diqqət edək. Bu artıq əsas tərəfdə olduqda biz ona müstəqil yanaşa bilərik. Məsələn, deyirəm ki, Aygünün kitabı və dəftəri məndə idi. Aha, məndə idi. Nə? Aygünün kitabı, dəftəri. Demək, siz burada artıq müstəqillikdən danışa bilərsiniz. Deyə bilərsiniz ki, nə Aygünün kitabı, bu da mübtədadır, nə dəftəri. Biz bilirik də, mənsubiyyət çəkilişidə olan sözü müstəqil şəkildə mübtada götürə bilərik. Bu da mübtadadır. Deməli, artıq əsas tərəfdə həmcinslikdən danışırıqsa, biz bu məqamı qeyd etməliyik ki, artıq burada müstəqil şəkildə mübtadaların həmcinsliyinin şahidi olduq. Amma aslı tərəfdə olduqda bu sözü deyə bilmirdik. Yəqin ki, bu da aydındır sizin üçün. Dediyim kimi, bütün cümlə üzvlərində həmcinsliyin şahidi ola bilirik. Mübtadada da oldu, xəbərdə də oldu, təyindir, zərflikdir. Yəni, hər birində nümunələrlə göstərib əsaslandırdıq. Yaxşı, gəlin, zərfliyə də bir dənə nümunə deyək. Məsələn, deyir ki, yeni çıxan jurnal
yeni çıxan jurnal kənddə, şəhərdə, kənddə də, şəhərdə də rəğbətlə qarşılandı. Rəğbətlə qarşılandı. Aha. Qarşılanıb necə? Rəğbətlə. Nə? Jurnal. Hansı? Yeni çıxan. Harada uşaqlar? Kənddə. Harada? Şəhərdə. Deməli, siz burada həmcins zərfliklərə də aid olan nümunə gördünüz. Yəni, bütün cümlə özlərinin həmcinsliyi olur. Söz birləşmələrinin aslı tərəfində gəldikdə biz ona müstəqil həmcinslik kimi yanaşmırıq. Amma söz birləşməsinin əsas tərəfində gəldikdə artıq müstəqil həmcinslik kimi yanaşa bilərik. Bu məqamlar yadımızda qaldı yəqin ki. Daha sonra qaydaq bir məqama. Həmcinslərdə ümumiləşdirici söz məqamı uşaqlar. Həmcins sözlərdə ümumiləşdirici sözlər gələ bilər. Ümumiləşdirici söz nədir? Onların hamısına aid olub, onların hamısının məzmununu özündə birləşdirən bir söz. Məsələn, deyirəm, hamı. Uşaq, qoca, körpə, gənc, qələbəyə, sevinirdi. Aha, sevinirmiş. Nəyə? Qələbəyə. Kim? Uşaq, qoca, körpə, gənc. Burada həmcins nəyimiz var? Həmcins mübtədalarımız var uşaqlar. Bəs burada deyəcəksiniz, müəllim, hamı nədir? Hamı sizin həmcins mübtədalarınızı ümumiləşdirən sözünüzdür. Yəni, onun da xəttini çəkirsiniz buradan. Eynən, buradakı hansı mübtədadırsa, bunun da xəttini çəkirik biz bu hissədən. Uşaqlar, əgər ümumiləşdirici söz öndə gəlirsə, bu zaman özündən sonra nə oldu? 2 dənə nöqtə işarəsini gördük. İndi bunu təmizləyək. Başqa bir nümunədə mən onu sizə başqa şəkildə səslandırım. Öndə gəldiyini gördük. İndi sonda gəlməsinə baxaq. Deyirəm ki, məsələn, bağı, həyəti, yəni, məsələn, bir sözlərini hələ ki yazıram. Hər yeri gəzdim. Gəzmişəm uşaqlar. Haranı gəzmişəm? Haranı? Həyəti, bağı, küçəni, hər yer artıq bizim nəyimiz olacaq? Ümumiləşdirici sözümüz olacaq. Gördünüz ki, siz hər yeri ifadəsinin də altından bu tamamlığın xəttini çəkdiniz. Deməli, biz bu sonda gələn ümumiləşdiricimiz olacaq. Bağı, həyəti, küçəni bizim burada həmcins tamamlığımız istifadə olunub. Həmcins tamamlıqlardan istifadə etmişik. Başa düşdük yəqin ki, bunu da bu hissədə aydın oldu. Uşaqlar, bəzən sonda gələn ümumiləşdiricidən öncə hər hansı bir yekunlaşdırıcı söz də gələ bilər. Bu necə olacaq? Məsələn, deyirəm, uşaqda, böyükdə, yaşlıda, aha. Bir sözlə, aha, gördünüz bir sözlərin uşaqlar burada. Bir sözlə virgül, hamı bu xəbəri gözləyirdi. Gözləyirdi. Nəyi? Xəbəri. Niyə belə xətt çəkdim? Düzəldək xəttimizi. Deməli, nəyi? Xəbəri. Hansı xəbəri? Bu xəbəri. Kim? Hamı. Hamını mənə nə göstərir? Hamı kimdir? Uşaq, böyük, yaşlı.
Burada bizim ümumiləşdirici sözümüz hamıdır. Bəs bir sözlə nədir? Bir söz də onun önündə gələn yekunlaşdırıcıdır. Demək, uşaqlar, bu qaydanı da gördük ki, bizim ümumiləşdirici sözümüz sonda gələndə onun önündə hər hansı bir yekunlaşdırıcı ifadə də işlədilə bilər. Deməli, sonda gələndə biz tre işarəsindən hər hansı bir yekunlaşdırıcı ifadədən sonra vergül, sonra da ümumiləşdiricimizi qoyuruq. Gəlin bu qaydanı bir dəfə yekunlaşdıraq. Bu qaydanı bir dəfə üstündən keçək, yəni sxem olaraq görək. Ümumiləşdirici, yəni həmcinslərin hər birinin məzmununu özündə daşıyan söz əvvəl gələndə nə olur, sonra gələndə nə olur? Belə yazıram uşaqlar. Bax, məsələn, əvvəldə gəlib mənim ümumiləşdiricim sxem olaraq. Ümumiləşdirici əvvəl gəlirsə 2 nöqtə. Burada da bizim üzvlərimiz gəldi. Bəs bizim həmcins məsələn mübtədalarımız, xəbərlərimiz hər nə isə də gəlib. Ümumiləşdiricim sonda gəlib. Onda nə etməliyəm? Bax, tre işarəsi. Deməli, ümumiləşdiricidir bu da. Bəs bizim ümumiləşdiricimizdən əvvəl bir dənə yekunlaşdırıcı ifadə gəlib. Nə etməliyəm? Gördünüz bunu? Deməli, bir dənə yekunlaşdırıcı ifadə. Məsələn, bir sözlə ola bilər, ümumiyyətlə ola bilər. Aha. Yəni, bu ifadələr ola bilər. Bunlardan sonra vergül. Gördünüz uşaqlar? Bunlardan sonra vergül, sonra bizim ümumiləşdiricimiz. Aha. Yəqin ki, bu qayda aydındır. Ümumiləşdirici öndə gələndə özündən sonra nöqtə, boşa nöqtə, sonda gələndə ümumiləşdiricidən əvvəl tre işarəsi, bəs özündən öncə, sonda gəlib və özündən öncə hər hansı yekunlaşdırıcı ifadə gəlib, onda nə edirik? Onda deyirsiniz ki, bax bu şəkildə olur. Treni çəkirik, həmin bu yekunlaşdırıcı sözlərimizi veririk, həmin sözlərdən sonra vergül işarəsi qoyuruq və ümumiləşdiricimizi ifadə eləyirik. Yəqin ki, bunların hər biri aydındır. Məsələn, birinci nümunə deyirəm sizə. Deyirəm ki, hamı, 2 nöqtə qoyuram, qohumlar, tanışlar, məni tanıyanlar bura toplaşmışdı. Əvvəldə gəldi. Və yaxud da başqa nümunə deyirəm, qohumlar, tanışlar, yaxınlar, treni çəkdim, hamı mənim yanımda idi. Sonda gələndə nümunə göstərdim. Və yaxud da deyirəm, qohumlar, tanışlar, yaxınlar, məni tanıyanlar bir sözlə hamı məni düşünürdü. Artıq nə olacaq bunların? Hər birinə aid sxemlərini izah elədik. Uşaqlar, ümumiləşdiricidə ixtisar məsələsi də var. Biz deməli, ümumiləşdiriciləri bəzən şəkilçilərinin ixtisarını görə bilərik. Deyəcəksiniz, necə olur onlar? Bax, məsələn, mən nümunə yazıram sizə. Deyirəm ki, müəllim, həkim və mühəndislər yığıncaqda idi. Gördünüz burada uşaqlar? Lar-lər şəkilçisinin ixtisarını görürük. Bunların hər birində bu ixtisarların şahidi olduq. Və sondakı lar-lərə əsasən mən deyə bilərəm ki, bu ifadələrimizdə artıq lar-lər şəkilçisi ixtisar olunmuşdur. Başqa hansılar ixtisar oluna bilər? Hal ixtisar oluna bilər, xəbərli şəkilçisi ixtisar oluna bilər, mənsubiyyət ixtisar oluna bilər, qoşmalar ixtisar oluna bilər, daha sonra hissəciklər ixtisar oluna bilər. Məsələn, nümunə deyirəm, mənsubiyyətə aid kitab, dəftər, qələmi məndədir. Kitabı, dəftəri, qələmi məndədir. Deməli, buradakı sonuncu sözə əsasən, yəni sonuncu həmcinsə əsasən siz deyirsiniz ki, bizim hansı şəkilçimiz ixtisar olunub və yaxud da qoşmaya aid deyirəm ki, ata, ana, bacısı üçün hədiyyə aldı. Bax, ata, ana, bacısı, artıq burada üçünü verdik. Biz bu axırdakı sözə əsasən deyirikmi ki, bu sözlərimizdə bizim bu üçün qoşmamız ixtisar olunub. Bu da yəqin ki, aydındır uşaqlar. Bunlar da dedim ki, halı ixtisar oluna bilər, şəxs şəkilçiləri, cəm şəkilçisi, mənsubiyyət, qoşmalar, hissəciklər, bunların hər birinin ixtisarının şahidi oluruq. Bunu yadımızda saxlayaq. Bəs nə ixtisar olmayacaq? Uşaqlar, yadınızda saxlayın, burada yazıram, qeydlərimizi götürək. Çünki bu artıq çox vacib bir məqamdır. Heç vaxt ixtisar olmayanlar,
Yəni, qoy bir dənə bura qeyd edim. Aha, demək uşaqlar, zaman. Zaman şəkilçiləri. Sonra inkar şəkilçiləri. Sonra feilin şəkillərinin şəkilçisi. Feilin şəkillərinin o əmr şəkli, xəbər, vacib, lazım, bax onlardır feilin şəkilləri. Şəkilçisi. Daha sonra təsriflənməyən forma. Təsriflənməyən forma. Yəni hansılardır bunlar? Məsdər, feili sifət, feili bağlama. Bax, bunlar bizdə heç vaxt ixtisar olmur. Heç vaxt demək ixtisar olmur. Aha, heç vaxt ixtisar olmayanlarımız olacaq hansılar? Zaman, inkar, feilin şəkillərinin şəkilçisi, təsriflənməyən formalar. Məsdər, feili sifət, feili bağlama və s. Bunlar heç vaxt ixtisar olmayacaq. Həmçinin sözlər haqqında uşaqlar bu qədər. Ümid edirəm ki, hər şey aydındır.